Salam yoldaşlar, hər vaxtınız xeyirli olsun. Deməli, sizə danışıram Naxçıvan Muxtar Respublikasında təhsil verənlərin artıq ikinci dövriyyə sertifikasiya imtahanına cəlb olunmasından. Əvvəla təşəkkürümü bildirirəm Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə ki, bu şəffaflığa, maddi-texniki baza ilə rahat təmin olunub imtahan verməyimizə şərait yaratdığı üçün, sualların hazırlanması üçün Azərbaycan Respublikası Təhsil İnstitutuna öz minnətdarlığımı, mənə elə gəlir ki, bunu tək mən öz adımla yox, ola bilər bəlkə indi hansısa uğur qazana bilməyən bir müəllim səsimi dinləyib də narazı qala bilər, amma üzrlü sayın. Sualların çox gözəl şəkildə qurulduğu üçün ə, artıya təşəkkürümü bildirirəm. Yenə deyirəm, bəlkə də bunu bütün müəllimlər adından təşəkkür edə bilərəm. Deməli, qeyd edeyim ki, artıq mən də daxil olmağımla Naxçıvan Muxtar Respublikasında təhsil verənlər birinci dəfə, yəni ilk dəfə 2021-ci ildə imtahana cəlb olunduqları üçün artıq bizim qanunvericilikdə göstərildiyi kimi 5 ilimiz tamam olmuşdu və ona görə də bu həmin o 5 ilimiz tamam olduğu üçün biz artıq ölkədə ilk dəfə ikinci dövriyyə sertifikasiya imtahanını verdik. Buradan səsimi eşidən, məni dinləyən, dinləyə bilməyən, dinləməyən, yəni imtahanda iştirak edib uğur qazanan hər bir müəllimimizi təbrik edirəm. Yolları daima açıq olsun. 55-in üstündə yığan müəllimlərimizi də bir daha əlavədən moreover onları da təbrik edirəm. Xeyirli olsun, uğurlu olsun inşallah. Göstərdiyi o nəticələrin inşallah xeyirlərini görsünlər. Növbəti 5 ildən sonra inşallah eyni nəticəni göstərmək diləyi ilə. Bu belə, yəni sizə deyəcəyim giriş hissəsi budur. Sonra gələndə suallara, düzdür, mən məsələn narazı olduğum bir məqamı var sualların. Nədir o? Amma bu yəni bu o demək deyildi ki, imtahanda hamı hər şeyin öhdəsindən gələ bilər. Məsələn, qrammatik bazamız, yəni qrammatik suallar həqiqətən asan idi. Yəni belə deyim də, hardasa toplu səviyyəsində idi. Hardasa bir 15 sual konkret toplu səviyyəsində idi ki, qrammatik suallar həqiqətən çox asan idi. Yəni düzdür, imtahandan uğur qazana bilməyən müəllimlər də oldu. Hansı ki, ikisi, üçü təşkil olunan imtahanlarda 100%-in 7%-i imtahandan ümumiyyətlə uğur qazana bilməyib. Yəni minimal qoyulan tələbi ödəyə bilməyib. 30 balı, yəni keçə bilməyib. İstənilən halda, yəni yenə də deyirəm, o imtahanda 30 bal toplamaq üçün çox güclü savada ehtiyac yox idi. Yəni ümumiyyətlə mən əvvəl başlayanda dedim ki, sizə artıya təşəkkür edirəm. Niyə? Siz düşünün ki, imtahan o qədər gözəl təşkil olunmuşdu ki, orada 30 bal civarında olan müəllimlər də nəzərdə tutulmuşdu. 40 bal, 40 ballıq da müəllimlər nəzərdə tutulmuşdu. Hansı ki, 50-yə 50 yazacaq olan müəllimlər də nəzərdə tutulmuşdu və bu imtahanın ümumiyyətlə bütün imtahanlarda, hətta imtahanları qoyduq bir qırağa, KSG-lərdə belə biz, BSG-lərdə həmin o prinsipi gözləyirik. Yəni imtahan asan, orta və çətin səviyyədə təşkil olunmuşdu. Bu da sözümün deyəcəyim bir orta hissəsi getdim. İkinci qalan yerdə deməli nə edirəm? Bu bizim Muxtar Respublikadan olmayan bütün müəllimlər, eləcə də bəzən təlimçilərdən də olan bir fikir var ki, Naxçıvanda sertifikasiya imtahanları asan təşkil olunur. Yoldaşlar, qeyd edeyim ki, artıq 2023-cü ildə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi bizim üçün addelini imtahan təşkil eləmir. Nə müəllimlərin işə qəbul imtahanları, nə dövlət qulluqları, nə sertifikasiya imtahanları ki, Nazirlik artıq birləşib bizdə nə təşkil olunursa, sizdə bütün ölkədə müəllimlər hansı sualın imtahanı olunursa, hansı saatda, eyni imtahanlar eyni saatda bizdə də başlayır və sistem eyni sistemdir. Yəni siz açıb sualı hansı sual görürsünüzsə, elə bizdə də müəllimlər o sualları görürlər. Yəni qeyri-adi heç nə yoxdur. Bu imtahanınsa növbədən kənar olmasının səbəbini ilk dəfə video başlayanda mən sizə ətraflı şəkildə dedim. Yəni bizim 5 ilimiz artıq mart ayında tamam olduğu üçün və qanunvericiliyə əsasən 5 il tamam olan müəllimlər ikinci dəfə sertifikasiyada iştirak etməli olduqları üçün biz bu imtahanda iştirak elədik. Bu belə. Gəldik suallara. Dedim ki, qrammatika hissəsi heç kimi yora bilməz. Mən buradan bir fikir səsləndirəcəm. Bəlkə biraz ola bilər ki, kobud səslənsin. Ola bilər, yəni bu fikri mən bu gün bizim müəllimlər otağında da səsləndirmişdim. Baxın yoldaşlar, acı, həqiqət acı ola bilər. İndi bu imtahan falan hər şeyi qurduq bir qırağa. Əgər bir müəllim öz ixtisasından 30 bal, yəni dövlət sizdən maksimum dərəcə istəmir ki, minimal bir tələb qoyulub ortaya ki,
30 bal toplayırsansa, sənə heç kim heç nə demir. Yəni bir müəllim 30 balı toplaya bilmirsə, imtahandan kəsdirsə, bir zəhmət, amma bir zəhmət özü ərizəsini, vicdanını ortaya qoysun, işindən çıxsın. Başa düşürəm, dolanmaq çətindir, başa düşürəm ki, bahalıq dövrüdür, amma bir tərəfdən də gələcəyə bir nəsil yetişdirirsiniz. Yəni işləyin, öz üstünüzdə işləyin. İşləmək lazımdır. Bu da belə gəldik suallara. Mən sizin üçün sualları izah eləməyəcəm. Çünki qrammatika suallarının izahına mən düşünürəm ki, istənilən halda izaha ehtiyac yoxdur. Leksik bazlı olan suallar isə mən tamamda sualları xatırlayıram ki, məsələn, dialoq qurmaq idi, amma yadımda deyil. Və yaxud da cümlə qurmaq idi, yenə yadımda deyil. Amma mən sizin üçün çox videolar paylaşıblar bu mətnlə bağlı. Yəni bizdə 48, 49, 50-ci suallar bu mətn əsasında qurulmuşdu. Baxın, bu oradakı mətnin nöqtə və vergülünə qədər eynisidir. Yəni siz o videolarda gördüyünüz mətnlər var. O paylaşıblar ki, mətn bu mətn düşübdü 2 mayda 2 mayda ingilis dili müəlliminə. Xeyr, o deyil. Mətn buydu. Bu mətnin eynisi düşmüşdü bizə sertifikasiya imtahanında. Bu mətn əsasında 3 dənə sual qurulmuşdu. Yəni 48-ci düşünün. Bura lap istəsəz sizin üçün belə də yaza bilərəm. Baxın, bu bizim imtahanda 48-ci sualımız idi. 48. Bu bizim 49-cu sualımız idi. Ola bilər sırasını səhv deyirəm. 49-cu sual idi. Bu isə bizim nəhayət ki 50-ci sualımız idi. Bu sualların izahını paylaşmaq istəyirəm. Hə, bir də ki deyim sizə, mətn eynisidir, amma bu deyil. Bu eynisi deyil. Bunu sadəcə mən qurmuşam. Yəni bilirəm ki, orada belə idi cavab. Birinin cavabı yoxdur mətndə, biri mətn nə haqqında idi, digəri də isə bu nuclear family-nin əsas rolu nə idi deyə belə mətndə qeyd olunmuşdu. Yəni mətndə qeyd olunan əsas rolu nədir deyə belə bir sual idi. Variantları özüm yazmışam. Yəni o deyil. Şərtlər odur, imtahandakıdır, üçünün də. Amma suallar o deyil, yadımda qalmır. Mətn isə təbii ki, bu mətn orada istifadə olunan mətnin eynisidir. İndi gələk bu mətnin izahımıza. Bir də bir şey deyim. Ümumiyyətlə imtahanda 40 plus yazan müəllimlər də var idi, hansı ki 50-yə çata bilmədilər. Çata bilməmə səbəbi ən çox elə məhz bu mətnlər idi ki, bu 3 sual çox müəllim oxuyub çətin gəlib də. Yəni təbii ki, imtahanda çətin olan versiyası da olmalıdır. Yəni hamı 50 ballıq ola bilməz ki. Bir də bir şey də deyim. Deməli, dünən axşam səhv etmirəmsə, gördüm bizim Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin səhifəsində yüksək bal toplayan müəllimlərin altına biri rəy yazıb. Dırnaq ustası Neil falan nəsə belə bir şey yazılmışdı. Təhsilə aidiyyatı olmayan bir adam. Çox xahiş edirəm, çox xahiş edirəm. Təhsilə aidiyyatı olmayan adamlar bir zəhmət qıraqda dayansın. Yazıb ki, mən şəxsən tanıyıram, 50 plus toplayan müəllimlərin əksəriyyəti hazırlığa gedir. Bəli, mən də tanıyıram. Əksəriyyəti hazırlığa gedirdi. Yəni indi mən bu işin öhdəsindən gələ bilən biriyəm. Mən müəllim hazırlaşdırıram, mənə çətin deyil də, amma hamı o demək deyil ki, elə imtahana promoy gedib girər. Məsələn, mən o imtahana heç nəsiz durub getmişəm. 5 gün kurikulum oxumuşam, getmişəm 59 bal toplamışam. Kurikulumdan birini yaza bilmədim. Amma bu demək deyil ki, hamı mənim kimi durub əlin qolunu sallayıb imtahana gedə bilər. Təbii ki, əziyyət çəkiblər, təbii ki, oxuyublar. Yəni 60 bal toplayan müəllimlərimiz də var. Onlar da çox əziyyət çəkiblər. Yəni ümumiyyətlə heç bir uğur hava yerə əldə olunmur. Hamının uğurunun bir səbəbi var, bir yorğunluğu var, bir əziyyəti var. Gəlin yoldaşlar, hamının yorğunluğunu, o əziyyətini yerə vurmayaq ki, hazırlığa gedirdi, ki, nə bilim, bundan əvvəl belə şey yox idi. Siz dırnaq ustasısız gedin öz sahənizlə maraqlanın, saç ustası getsin öz sahəsi ilə, amma müəllimlərin işinə xahiş edirəm, heç kim qarışmasın. Gəldik bu mətnimizə. İndi bu mətni oxuyaq, bu 3 suala cavab verək. Bir də burada 2 dənə idiom testi yadımda qalmışdı, yazmışam. Bir də burada bir dənə test var, sizin üçün izah edəcəm. Deyəsən bu testdə səhv yazanlar olub. O test çətin test deyildi. Primitiv şəkildə kauzativ verb qaydasıdır və hansı ki, abituriyentlərdə də istifadə olunur. Deməli, gəldik mətnimizə. Yenə deyirəm, bu mətn eynisidir imtahandakının. Yəni oxşar versiyası deyil ki, yadda qalmaq yolu ilə yazılan. Deməli, deyir ki, according to many historians, yəni əksər tarixçilərə görə, bir çox tarixçilərə görə, indi necə istəsəz tərcüməsini, family members haven't always been bound together by strong emotional relationships. Yəni əksər tarixçilərə görə ailə üzvləri həmişə güclü emosional münasibətlərlə bağlı olmayıblar. Bu birinci cümləmiz. İkinci cümləmiz, they argue that, onlar mübahisə edirlər nəyi? There was no affection in the relationships of the early family. Deməli, onlar deyir ki,
ilkin ailə münasibətlərində sevgi olmayıb o vaxt deyilənə görə. It was only with the emergence of the nuclear family that family life developed an emotional quality. Burada da bizə demək istəyir ki, bəlkə də tərcümə eləməyimə ehtiyac yoxdur, amma day eləyirəm. Deyir ki, yalnız nüvə ailəsi, ə, yəni onlar mübahisə ediblər ki, mən ucu bu birisi cümləyə baxdım, üzrlü sayın, hələ bu ikinci cümlədəyim. Deməli, onlar mübahisə edirdilər, ya da ki, iddia edirdilər, indi necə istəsəz, ilkin ailə münasibətlərində sevgi olmayıb. Yox, mən bu cümləni oxudum, sizin üçün dedim, ailə üzərində qurulmayıb, ailə, nə bilim, sevgi falan olmayıb. Vəbşim, üçüncü cümləmizdə deməli, it was only with the emergency. Dedim də bu cümləni deyir ki, o vaxt yalnız deməli nüvə ailəsində ata-ana və uşaqlarla bağlı deyək də belə yaranması ilə ailə həyatı emosional xüsusiyyət qazanmağa başladı. Yəni inkişaf eləməyə başladı. İndi necə desəz, this process was referred to as the growth of affective individualism nöqtəsi var burada. Baxın, deməli deyir ki, bu proses emosional fərdsizliyin fərdçilik sözünü indi fərd deyə, yəni başqa cür deyə bilmirəm mən, inkişafı adlanırdı. Sonra deməli people began to treat each other as unique individuals with personal and emotional needs. Deməli deyir ki, insanlar bir-birinə şəxsi və emosional ehtiyacları olan fərqli şəxslər kimi yanaşmağa başladılar. Sonrakı cümləmizdə bizə demək istəyir ki, family relationships took. Bu arada mən sizə bir şey deyim, mən çox diqqətsiz insanam, yəni aşırı dərəcədə diqqətsiz insanam. Nə mənada? Görürsüz, cümləni oxuyuram, sonra qarışıq salıram. Sırf mən bu diqqətsizliyimə görə imtahanda 60 testi işləyib, sonra bir də 60 testi işləmişəm. Yəni diqqətlə baxmışam. Mən aya baxıb belə B vuran adamam. Ona görə təzmin oxumuşam. Görürsüz, yəni diqqətsizlik var məndə. People began to treat each other. Deməli bu cümləni də zaten oxudum, buradayam. Əslində işarə eləsəydim yaxşı olardı. Family relationships took on a new quality as the members became concerned with their own feelings and their feelings for each other. Deməli biz işarələrim ki, yadımdan çıxmasın hansı cümlədə qaldıq. Deməli ailə münasibətləri yeni bir keyfiyyət qazandı həmin o dövrdə. Çünki üzvlər öz hisslərinə və bir-birlərinə qarşı olan hisslərinə diqqət yetirməyə başladılar. Bundan sonraki cümləmizdə the main function of the, baxın bu cümlə sizə orada lazım olacaq. Baxın, yəni lazım olacaq deyəndə də ki, təbii ki, hamısı zaten lazım idi. Deməli, the main function of the nuclear family increasingly became the satisfaction of emotional needs. Deməli, deyir ki, nüvə ailəsinin əsas funksiyası getdikcə emosional ehtiyacların ödəməsi oldu. Sonra digər cümləmiz, əslində buradan bir başqa abzas orada verilməmişdi, belə uzun sov verilmişdi, belə deyildi bir üçüncüdə. This change could also be seen in marriage. Deyir, bu dəyişikliklər hətta evlilikdə də görünürdü. In the 16th century, marriage in the upper ranks of society was a means of joining together two kinship groups for economic or political purposes. Deməli, 16-cı əsrdə cəmiyyətin yüksək təbəqələrində evlilik iki qohumluq qrupunun iqtisadi və ya siyasi məqsədlərlə birləşdirmək daha doğrusu vasitəsi idi. Gəldik digər cümləmizə, deməli, mate selection was controlled by parents and their wider family. Deməli, deyir ki, həyat yoldaşı fərqi yoxdur, yəni ər ya arvad. Həyat yoldaşı seçimi valideynlər və geniş ailələr tərəfindən idarə olunurdu. By the late 18th century, love had become, bu da sizə orada lazım olacaq cümlədir. Love had become much more important for marriage. Deməli, deyir 18-ci əsrin sonlarına doğru isə sevgi evlilik üçün daha vacib məqama çevrildi. Daha vacib oldu. Sonra deməli economic considerations and parental influence still mattered, especially when large
fortunes or landed estates were involved, but law and championship were also considered essential. Deyir ki, iqtisadi amillər və valideyn təsiri hələ də önəmli idi. Yəni 18-ci əsrdə hələ də önəmli idi. Xüsusilə də böyük sərvət və torpaq məsələlərində önəmli idi. Amma sevgi və yoldaşlıq daha vacib amil sayılmağa başladı, sayılırdı. Bu sizin mətninizdir. İmtahanda sizin belə qaralamaq kimi, niyə mən əslində işarə eləmədim, birini elədim, gərək onu da eləməzdim. Çünki imtahanda belə eləmək, qaralamaq, altın xəttə kimi bir imkan verilmir. Kaş verilsə, amma verilmir. Deməli, birinci sualda, 48-ci sualımızda which of the following questions isn't answered in the passage? Mətndə aşağıdakı suallardan hansının cavabı yoxdur? Deməli, how did marriage practices change from the 16th to the 18th century in upper class society? Deyir ki, 16-cı əsrdən 18-ci əsrə qədər yuxarı təbəqədə evlilik necə dəyişdi? Bunun orada cavabı var. Orada 16-cı və 18-ci əsrdə bunun dəyişiminin izahı olur. O səbəbdən bunun izahı var deyə, yəni də uca mətndən axtarmıram. Siz onsuz da bunu oxuyub özünüz başa düşməyə çalışasınız. Bunun cavabı var. Deməli, what role did, bunu da işarə eləmişdik zaten. What role did parents and extended families play in choosing marriage partner in the past? Deməli, deyir ki, keçmişdə valideynlər və geniş ailə həyat yoldaşı seçimində hansı rolu oynayırdı? Yəni keçmişdə valideynlərin rolu nə idi bu məsələdə? Burada B variantında deməli, deyir ki, valideynlər seçirdi. Yadımda qaldı, amma yeri yadımda qalmadı. Orada deyirdi ki, yəni mate həyat yoldaşını valideynlər seçir. Təbii ki, bu B variantında cavabı var orada. C variantında why did the nuclear family first emerge? Orada bunu A variantında səhv eləmirəmsə vermişdilər. Cavab da bu idi. Eynisi idi belə idi. Deyir ki, why did the nuclear family first emerge and replace earlier family systems? Niyə deyir yerini dəyişdi? Orada yazılmışdı, səhv eləmirəmsə səbəbi nə idi? Yəni o səbəb orada göstərilməmişdi. Bu da eynisidir. Dediyim kimi mən orada imtahandakılar cümlələr belə yadımdadır, amma yazacaq şəkildə yox da, sadəcə görəndə tanıyıram. Məsələn, bunu mən yazanda tam yadımda deyildi, indi yadıma düşdü ki, deyir orada səbəbi nədir o nuclear family-lərin belə təsir eləməyinin, amma orada bir səbəb göstərilməmişdi. Promo giriş edir. Baxın bu hissəyə. Ona görə C variantı burada cavabdır, hansı ki, bunun orada necə deyim, izahı yox idi. Ona görə bu cavab olmayan budur. Sonra how did emotional needs become more important? Bunun da cavab var idi. In family relationships over time. Deməli deyir ki, zamanla emosional ehtiyaclar ailə münasibətlərində necə daha vacib oldu? Bunun da cavabı orada var idi. Emosional inkişafın izahı burada aşağılarda olmalıdır. İzah olunurdu. Var bunun da. For what purposes were marriages arranged in early modern societies? İ variantda deyir ki, erkən dövrlərdə evliliklər hansı məqsədlərlə qurulurdu? Bunun da təbii ki, səbəbi vardı. Yazılmışdı. Budur. Economic consideration, parents. Yəni iqtisadi və torpaq falan söhbəti orada olunurdu ki, bunun da İ variantında cavabı var. Amma C variantının niyəsi yox idi ki, imtahanda da cavab belə idi. Prosta quruluş başqa cür idi. 49, bunu niyə belə yazdım? Dediyim kimi 48-49-cu suallar bu mətn əsasında yazılmışdı. Deməli, the passage is mainly about, mətn əsasən nə haqqındadır? Mətn nuclear ailəsinin tarixi haqqındaydı. A variantında deyir ki, the economic and political purposes of marriage in early modern European society. Orada ümumiyyətlə Avropa society-sindən söhbət getmirdi. Bunun qətiyyən cavab olacağını böyük ehtimal düşünmərik. İndi mən burada niyə işarə eləmək istəmirəm üstünü bu şəkildə ki, bu deyil. Çünki imtahanda eləmək olmur. Sırf imtahandakı strukturu göstərmək üçün. Belə, A deyil cavab. B variantında deyir ki, deməli, the gradual development and history of the nuclear family, especially the rise of emotional relationships within family life. B-də də deyir ki, nüvə ailəsinin tədricən inkişafı və ailədə emosional münasibətlərin yaranması təbii ki, bu deyildi. Yox, elə cavab bu variantdır. Orada prosta bir dənə, orada belə idi ki, bunun biraz qısa versiyasındaydı ki, nükleer ailəsinin tarixi, the history of the nuclear family. Belə bu şəkildə idi. Düşünün ki, bunu mən məsələn, baxın, buradan dayanım dəqiqə. Bu şəkildə idi.
və cavab da elə bu B variantı idi ki, orada deyəsən səhv eləmirəmsə C-də durmuşdu. Yəni nə adiyyatı var ki, əsas odur belə idi cavab. D variantı the dominant role of parents bu deyil cavab and kinship groups in shaping individuals' life decisions in traditional societies. Deməli deyir ki, ənənəvi cəmiyyətlərdə valideynlərin həyat qərarlarına təsiri təbii ki də deyildi. Bu söhbətlər təbii ki orada keçib. Hamısı sadəcə olaraq ümumi məğz nədirsə cavab odur. Yəni B variantı. D variantında da deyir ki the influence of wealth and social class here on marriage arrangements and family structure in the 16th century. Burada da deyir ki 16-cı əsrdə sərvət və sosial təbəqə deyək də buna. Sosial təbəqənin təsiri evliliyə yox, belə də deyildi. Bu da deyildi. Bunu da belə eləyək, eləmişik. İ variantında da deyir ki, deməli, the decline of traditional values and the disappearance of extended family systems in modern times. Yəni ənənəvi dəyərlərin yox olması və geniş ailələrin itməsi deyir, amma halbuki elə deyildi. Deməli, cavab B variantı idi. Yenə deyirəm, bu mətn sizin imtahanda gördüyünüz ya da ki, yazdığınız, amma videolarda gördüyünüz yox, gördüyünüz bu deyil. Sadəcə olaraq adı odur, vəssalam. What is stated as the main role of the nuclear family? Deyir ki, deməli, nüvə ailəsinin əsas rolu nə kimi göstərilir mətndə? Ola bilər şərt belə deyildi. Orada deyəsən the main function of the belə yazılmış nuclear family, amma eyni şeydə də görə fərq var. Rol burada functional idi deyəsən orada. Tam yadımda deyil. Deməli, to establish strong political bu deyil təbii ki. Burada demək istəyir ki, siyasi bir cüzdü bir siyasi ittifaq budur, yaratmaq o deyildi onun funksiyası. Bunu da belə deyək də. B variantında deyir ki, to maintain economic stability and manage family wealth across generations. Burada deyir iqtisadi sabitliyi qorumaq da deyildi məqsədi. C variantında deyir to satisfy the emotional and personal needs of its members. Eyni idi imtahanda belə idi cavab. Hansı variantdaydı dəqiq yadımda deyil, amma eyni bu cavab idi, düzgün cavab. D variantında da demək istəyir ki, bizə to control individual behavior through social and parental authority, yəni davranışları nəzarətdə saxlamaq deyirdi. Bu da təbii ki deyildi cavab. İ variantı to preserve cultural traditions and strange social hierarchy. Burada da ənənələri qorumaq yazıb, halbuki orada belə demirdi. Mətnin mənası, əsas funksiyası bu deyildi. Mətnin əsas funksiyası deyəndə, yəni nuclear family-nin əsas şeyi bu deyildi. Yəni baxın, birincisində cavab olur. Burada da istəyirsiniz xətt çəkim sizin üçün, amma çəkməməyimin səbəbini demişdim mən sizə. Orada da çəkməmişdim mətndə. Yəni buranı deyirəm, amma imtahanda xətt çəkmək söhbəti yoxdur. Kaş olardı. Məsələn, mən əziyyət çəkirəm. Çünki mənim diqqətimdən yayınır. Nə mənada? Bildim bu cavab deyil, hə? Bir də qayıdıb oxumalı oluram. Yəni 2 qat əziyyətə düşmüş oluram. Üstünə xətt çəkəndə rahat olur. Ofşum, yoldaşlar, bu sizin mətn orada gördüyünüz real mətn budur. Kimsə imtahanda iştirak edənlərə bəlkə maraqlı gələr, kimsə səhv yazıbsa və yaxud ümumiyyətlə yazmayanlar çox idi. Səhv yazan da yazmayan da çox idi. Belə. İndi mən sizə bir də burdan belə bu var idi. Make hay while the sun shine. Bu bilirsiniz ki, hər fürsətdən istifadə etmək deməkdir. Elə çətin də deyildi. Yəni dərslikdən kənara çıxılmamışdı. Çıxılsa zaten çətin olar. Dərslikdəki idiomaları ancaq öyrənirik. Cavab burada to take advantage of a good opportunity while it lasts. Yəni əlivə düşən bütün fürsətdən istifadə elə. Yəni cavab B variantı. Tam o birisi variantlara baxmayaq. Niyə deyil? Daha nə mənası var baxmağın? Sonra burada yenə bir idiom düşmüşdü. Bu dəqiq eynisi belədir. Cümlə yadımda qalıb. The work in the beginning can be difficult. Başlanğıcda hansısa bir iş çətin ola bilər.
Sonra yazdım but it will be okay. Lakin yaxşı olacaq. Deməli deyirsiniz ki, çətin ola bilər. Onsuz da istənilən iş başlayanda çətin olur. Sonradan yaxşılaşır. Hang in there, yəni imtina etmə də. Elə bil hardasa düşünün ki, give up. Elə bil demək istəyirsən don't give up, imtina etmə. Amma hang in there onsuz da elə imtina etmə deməkdir. Cavab A variantı idi. Yoldaşlar. Aha. Digərləri də dərslikdəndir, amma ordakılar deyil. Bəlkə də ordakıdır, amma yadımda deyil. Çünki tək cavab yadımda qalıb. Tək mən deyiləm. Ümumiyyətlə, istənilən imtahanda istənilən şəxs iştirak edirsə, orada düzgün cavabı xatırlayır. Digərinə də ona oxşar qoyur. Bu da dərsliklərdəndir. Hit one close to home. Kimisə can evindən vurmaqdır. Get some backup from someone. Kimisə əziyyətə salmaq olmalıdır. At the expense of something. Nəyin bahasına olursa olsundur. Keep an eye on. Bu da kiməsə göz qulaq olmaqdır. Belə bu testi dediyim kimi qrammatikanın izaha ehtiyacı yoxdur. Düşündüm ki, yazım izah eləyim, məndən sonra gedən üçün faydalı olsun. Xeyr, düşünərsiniz ki, gedənlər olur da 30 bal toplayanlar, onlara xeyir olar. Yox yoldaşlar, onsuz da Kaspi səviyyəsində test idilər və yaxud da toplu səviyyəsində 15-16 sual eynisi elə idi. Bu test də əslində toplu səviyyəsindədir, amma deyəsən bu test biraz müzakirələrə səbəb olanlar olub. Bilmirəm, mənə bu sualı bir neçə nəfər soruşub ki, orada cavab nə idi? Yoldaşlar, siz buna causative verb kimi yanaşa bilərsiniz. Bilirsiniz ki, have, üstəgəl something, yəni bu something, bu olur causative verb və bizim have-dən sonra something verirsə, cavabımız olur planted. Yəni verb 3. İstir burada will olsun və yaxud da imtahanda eyni belə idi. Prosta burada düşünün ki, əgər will yox, belə get yazsaydı, A böyük hərfdir bir saniyə. Get yazsaydı, yenə dəyişən hissə olmayacaq. Çünki will, have, get elə hər ikisi causative verb kimi əgər cansız gətirirsə, özündən sonra participle to gətirir. Ola bilər ki, bəlkə kimsədə belə də yanaşan olub deyəsən bu testə. Fruit trees which was planted də yanaşsa zaten testi düz tapmış olarsınız. Prosto deyil də o. Əkilmiş olan yox. Deyir ki, gələn həftə o bağına ağaclar əkdirəcək. Bu səhv eləmirəmsə burada bir də some var idi, belə. Some trees. Burada bir dənə də some olmalı idi. Yadıma indi düşmüş hələ. Belə. Buna relative clause-un reduction kimi yanaşsaz, problem deyil. Cavabı yenə düz taparsınız. 100%. Sadəcə olaraq o deyil də bu. Orada which was planted in his garden. Bağında əkilmiş ağaclar olmur. Amma yenə də yanaşsaydınız düz tapardınız. Bu getiyən to deyil. Əgər to olsa gərək burada get olardı. Get somebody to do something olur. ING ilə ümumiyyətlə olmur. İndi bəlkə səsimə qulaq asan kimsə deyir, Suvonda falan buna biraz qarışıq başqa cür yanaşıb. O advanced səviyyədir. Zaten heç miqdə də qrammatikada ağır olmur, nəinki sertifikasiyada. Belə yoldaşlar, mən deyəcəklərim bunlar idi. Bu PDF-i, bu sürüşdü. Bu elə sürüşübmüş, mən danışanda. Deməli, kimsə istəyərsə bu mətni yazsın, WhatsApp-dan mən atım ona. Belə. O qədər. Nəsə demək istədiyiniz bir şey olarsa, nəsə qaranlıq qalan imtahanda bir sizə sual olarsa, oradan rəy bölümünə yaza bilərsiniz mənə.